Hər vaxtınız xeyir olsun, əziz xanımlar. Sizi öz mətbəximdə xoş gördük. Nətərsiz, necəsiz? Allah hamınızı var eləsin, inşallah yaxşı olasınız. Biz də şükür Allaha, sağlıq, salamatçılıqdır, buna da şükürlər olsun. Kanalıma yenidən xoş gəldiniz. Gözəl xanımlar, bugün mən biraz armud mürəbbəsi bişirmək istəyirəm. Dedim onu sizlə bölüşüm. Kilo yarım armudumuz var burada. Təmizləmişəm, qabığını soymuşam, deşrəkləmişəm. Hazır kilo yarım armudumuz var. Kilo yarım da pesokumuz, gözəl xanımlar. Pesokumuzu tökək burada, qəşəng. Armudlarımızı da yığaq səliqə ilə. Gözəl xanımlar. Çox qəşəng mürəbbədir. Pişirməyənlər pişirsin inşallah. Hazırlasın. Xanımlar, bu arada deyim, abunə olmağı, şərh yazmağı unutmayın. Allah hər birinizdən razı olsun. Qəşəng yorumlar yazırsınız. Şərhlər yazırsınız. Yenə həmişəki kimi əhval-ruhiyyəmi xoş edirsiniz. Allah sizin də həmişə əhval-ruhiyyənizi xoş eləsin inşallah. Gözəl xanımlar, mən bura bir stəkan su tökəcəm. Pesoxlayandan sonra. Bir stəkan da su tökəcəm inşallah. Sonra qoyacam, qəşəng pişsin. Pişəndə də sizlə bölüşəcəm. Allah qoysa. Siz nə edirsiniz, nə hazırlayırsınız qışa? İşləriniz necə gedir? Allah hamımızın işlərini avand eləsin, can sağlığı versin. Hamı öz ailəsində xeyri, uğurlu işlərin başa vursun inşallah. Gözəl xanımlar, pesokladım. İndi bura mən bir stəkan su tökəcəm inşallah. Suyunu da töküm, gözəl xanımlar. Sonra qoyacam üstünə, yavaş-yavaş pişsin. Bir dəfiyə bişirib götürürəm. Allah xeyirli qismət eləsin. Hər birimiz nə hazırlayırıq, qışa nə tədarik görürük, hamısının Allah xeyri, uğurlu qismət eləsin. Şirin ağızla hamı ailəsində hazırladığı, yayda əziyyət çəkib, hazırladığı mürəbbəsidir, qışlığıdır, hamısını sağcanla qışda inşallah istifadə eləsin. Əziz xanımlar, indi mən bunu qoyum, yavaş-yavaş vamxodda qaynara düşsün. Sonra inşallah xodum verəcəm, bişsin, götürəcəm. Onu da yenə sizlə bölüşəcəm, əzizlərim. Xanımlar, mürəbbəmiz pişir, qaynayır. Artıq pişmək üzrədir. Görürsünüz, köpüklənir. Maşallah, qəşək-qəşək burada pişdi. Mən xanımlar, o biri videolarımda demişdim. Mən açıq rəhli meyvələr mürəbbəsi bişirəndə onlara həmişə mixək tökürəm. İndi bu armud mürəbbəmizə də mixək töküb altın keçirəcəm. Bax belə. Qəşəng saplaqları da üstündə. Hazır formasında inşallah qaba yığanda sizlə bölüşəcəm. Xanımlar, inşallah. Maşallah, çox qəşəng çıxıbdır. Siz də inşallah hazır eləyin, pişirin, xeyirli, uğurlu olsun. Kim nə pişirirsə, hamının pişirdiyi xeyir işlərə nəsib olsun inşallah. Şirin ağızla yesin hamı inşallah. Biz də içində gözəl bacılarım. Altını keçirim. Belə. Üzündə biraz kəfi var, onları da götürüm, qaydasına salım, inşallah bölüşəcəm sizlə yenə.
Əzizlərim, mürəbbəmiz pişdi, altını söndürdüm, qoymuşam soğumağa. Bu arada xanımlar, mən badımcan salata hazırlamaq istəyirəm. Dedim onun qaydalarını sizlə bölüşüm və başlayım hazırlamağa, necə hazırlayırlar. Xanımlar, mən burada badımcanın qabığını soymuşam, qəşəng yumuşam, doğramışam, qoymuşam bir kənara. Burada da toyuğun sinə ətin yumuşam, doğramışam, qoymuşam bura. Burada nəyimiz var? Sarı biber, yaşıl biber, qırmızı biber, qırmızı soğanımız, quru yabalımız, bir də qoz ləpəsi. Bu da qoz ləpəsidir. Bunu sadəcə dekor eləyəndə salatımızın üstünə səpəcəm. Nətərdir xanımlar? Mən bu badımcanımızı qəşəng tökürəm bir qaba, onu orada qızardacağım. O yüz bu yüz qızardıb, qoyacağım bir kənara. Sonra bizim toyuğumuzun sinə ətini, o qaydada onu da qızardıb, qoyacağım bir kənara. Bunlar soğuyandan sonra bu ərzaqların hamısını qəşəng qatacağım bir-birinə. Hamısını qatıram bir-birinə. Duzunu, istiotunu vururam. Biraz da şüyüd doğrayıb hazır bir salat eləyirəm. Xanımlar, indi onun hazırlama formasında yenə sizlə bölüşərəm. İnşallah görüşərik yenidən. Xanımlar, badımcanımızı tökdüm tavaya, biraz da duru yağ tökdüm. Bax, burada görün nə qəşəng qızarır. Qəşəng qızarsın. Belə. Biraz da qızarsın, sonra keçirəcəm altını inşallah. Bu da bizim toyuğun sinə ətidir. Bu da burada qızarır öz üçün. Bu da burada qızarsın, əziz bacılarım. Sonra mən onun hazır formasını sizə göstərəcəm inşallah. Tam qızarsın bunlar. Mən bunları altını keçirəcəm, bunlar soğuyacaq tamam. Tamam soğuyandan sonra inşallah bunları necə qatışdırıram, hamısını bir-birə necə hazırlayıram, onu da sizə yenə göstərərəm inşallah. Qəşəng qızarırlar burada. Hər ikisi burada qızarsın, pişsin. Altını söndürüm, soğusunlar. Sonra hazırlama formasını yenə sizlə bölüşəcəm inşallah. Xanımlar, bu ərzaqlarımız soğudu. İndi istəyirəm hazırlayam sizlə bərabər. Xanımlar, elə bu hazırladığım, doğradığım biberlərin hamısını birdən tökəcəm bura inşallah. Belə. Kırmızı soğanımız, qozumuz. Qəşəng. Bunları tökdük xanımlar. İndi mən bura töküm toyuğumuzun sinə əti. Bu da bizim badımcanımız. Kızarttığımız badımcan. Şüydümüz. Demək olar ki, xanımlar, bütün ərzaqların hamısını bura tökdüm. Qaldı duzla istiot. Onu da tökək zövqə görə. Xanımlar, yaxşı olar ki, siz də hazırlayasınız. Çox qəşəng, çox ağız dadına uyğun bir salatdır. Yaydır həm də. Vallahi çox xoş olar sizə bundan hazırlayıb ailənizlə bir yerdə oturub yesəniz, nuşucan eləsəniz. İnşallah siz də hazırlayın, dadına baxın.
Mənə də rəy yazın görüm, xoşunuza gəldi mən bu salatı, yoxsa yox. Çox rəngarəng bir salatdır. Mənə elə gəlir ki, ağız dadınıza uyğun bir salat olar inşallah. Həm də dietik gedir də belə salatlar, xanımlar. Ətlə deyil, toyuğun sinə əti ilə eləmişəm. Yaydır, mövsümü ərzaqlardan istifadə eləyin. Qəşəng. İndi mən bunu qəşəng xanımlar dekor eləyim, hazır formasını yenə sizlə bölüşəcəm inşallah. Xanımlar, mən bugünkü işimi yekunlaşdırdım. Bugünkü işim bildiyinizdə nədən ibarət oldu? Mən armud mürəbbəsi bişirdim. Hazır formasıdır. Maşallah çox qəşəng alınıb. Ətri burada çox gözəl gəlir. Bu da mənim hazırladığım bugünkü salatımdır. Dietik salat deyərdim mən buna, yenə deyirəm. Badımcanla, toyuğun sinə əti ilə, biberlərlə, qoz ləpəsi ilə hazırladığım bir salatımdır. Çox da qəşəng çıxıbdır. Özüm də dadına baxdım. Çox xoşuma gəldi. Ağız dadına uyğun bir salatdır. Bunlar da xanımlar kompotdur. Evdə məndə meyvə var idi. Tökdüm, pesoğum da var idi. Hazırladım, pişirdim. Dedim qışa tədarükümüz olsun inşallah. Mən həmişə kompot bağlayanda xanımlar elə 3-3, 5-5 belə az-az bağlayıram, yığıram. Hər meyvədən biraz. Belə xanımlar, yenə deyirəm, abunə olmağı unutmayın. Şərh yazmağı unutmayın. Yazan əlləriniz var olsun. Hamınızdan razıyam, çox şükür. Məni qabağa aparmısınız. Baxış sayımı artırmısınız. Sizin sahənizdə. Allah sizdən razı olsun. Çox məmnun oluram siz mənə şərhlər yazanda, fikir bildirəndə. Vallahi doğrudan deyirəm, çox gözəl fikirlər yazırsınız. Məni məmnun eləyirsiniz. Allah hər birinizi var eləsin. Allah hamınızdan razı olsun. Köməyiniz olsun inşallah. Bu da mənim bugünkü çəkdiyim videom. İnşallah xanımlar, yeni videolarla görüşərik. Salamat qalın. Hamınızı öpürəm. Bağrıma basıram. Hər birinizdən Allah razı olsun.